Salam değerli müdavimler, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Ödənişsiz WhatsApp kanalında paylaşılan sualların gəlin bircə izahına baxaq. Mübtədası söz birləşməsi ilə ifadə olunan cümləni seçək. Nə? Çiçəklərin valeh edici qoxusu mübtədadır və söz birləşməsi ilə ifadə olunub. Uşaqlar mübtədadır, amma isimlə ifadə olunub, birləşmə ilə ifadə olunmayıb, sözlə ifadə olunub. Çapar, bu da mübtədadır və birləşmə ilə yox da sözlə ifadə olunub. Karvan mübtədadır və birləşmə ilə yox sözlə ifadə olunub. Heç kəs mübtədadır, birləşmə ilə yox sözlə ifadə olunub, özü də əvəzli ilə. Cavabımız A variantı. Hansı cümlədə təyin frazem ilə ifadə olunub? Hansı fəhlələr gecəsini gündüzünə qatan? Cavab A variantı. Bu bəzək düzəli sözlərdən o deyəsən sıxılmışdı. Yəni burada bir frazem yoxdur. O çiynində gəzdirdiyi. Burada da frazem yoxdur. Budur mənim gedəcəyim yol. İstəyirsən birlikdə addımlayaq. Burada da frazem yoxdur. Bürümüş dövrəmi dəhşətli qudurmuş ləpə. Burada da sadəcə yəni məcazili var. Bir-biri ilə sinonim olan sözlərin həm də antonimi var. Cavabımız olacaq B variantı. Güclü, qüvvətli sinonimdir və antonimi zəif sözüdür. Yoxsul sifət, kasıblıq isimdir. Bunlar sinonim də ola bilməzlər. Ümumiyyətlə, antonim, sinonimlər nitq hissəsini eyni saxlamalıdır. Yetişmiş fe'li sifət yumşaq sifətdir. Bunlar da olmazlar. Möhtəşəmlə hündür ümumiyyətlə, yəni bir-birindən sinonim ola bilməz. Yəni yetişmiş və yumşağın olmama səbəbi nitq hissələridir. Möhtəşəmlə hündürün olmama səbəbi mənalarının fərqlidir. Ağızdan çıxan hər kəlmə söz sinonimdir, amma bunların antonimi yoxdur. Cavabımız B variantı. Hansı sıradakı sözlərin başlanğıc forması kök 2 leksikdən ibarətdir? Cavabımız olacaq C variantı. Görmək, görün, görünüş. Soyumaq, soyuq, soyuqluq. Sürmək, sürü, sürüdəki. Cavab C variantı. Məsələn, inqilabçıda bir leksik var başlanğıcda. Yaradıcılıqda 3 leksik var. Bax, işimə yarayır. Mən onu yaradıcı sayıram və bu yaradıcılıqdır. 3 başlanğıcda 3 leksik var. Ruhlanırdı. Başlanğıcda bir leksik var. Çəkisizlikdə başlanğıcda 3 leksik var. Cavabımız oldu C variantı. Hansı cümlədə ədat var? Lakin bağlayıcıdır, həm də bağlayıcıdır, ya da bağlayıcıdır. Üçün qoşmadır, tək qoşmadır. Cavabımız oldu. Məst sözünə görə B variantı.